Mahsun Kimya kanalından hər kəsə salam. Bu gün baxacağımız mövzu alkanlar, sikloparafinlərdir. Alkanlar mövzusunda bütün suallara baxmırıq. Niyə? Çünki demək olar ki, bu hissələrin hamısı əzbərdir. Yəni qaydanı yaxşı bilmək lazımdır. Sadəcə bəzi suallar vardır ki, bunların həlli izah tələb edir. Çalışdığımız qədər bu izah tələb edən suallara fərqli izahla baxacağıq. Yəni şablon izahlardan istifadə etməyəcəyik. İndi bəzi suallar vardır ki, onların izahı oxşardır, o heç, ancaq bu məsələlərin izahında çalışdığımız qədər biraz fərqli yanaşma göstərəcəyik. Baxaq ilk sualımız olan elə birinci suala. Birinci sualda nə deyir? Hansı karbohidrogenin xlorlu törəmələrinin sayı ən azdır? Yadda saxlamaq lazımdır ki, xlorlu törəmə hidrogenin əvəzlənməsi ilə ortaya çıxır. Yəni ki, hidrogen çoxdursa, xlorlu törəmələrin sayı çoxdur. Azdırsa azdır. Bu reaksiyanı onsuz da bilirsiniz, hansı ki alkanların xlorla reaksiyasıdır, əvəz etmə üzrə gedir və nəticədə xlorun reaksiyaya daxil olduğu mol qədər hidrogen əvəz olunur və nəticədə nə əmələ gəlir? Həmin o qədər, yəni həmin o mol sayı qədər H-klor əmələ gəlir. İndi burada hidrogen sayı ən az olan alkan hansıdırsa, biz də onu seçirik. Baxdığımız üzrə elə ən az olan metandır, yəni B variantıdır. Daha sonra digər baxacağımız sual 17-ci sualdır. 17-ci sualda metilin qruplarının sayı soruşulur. Bəzən bunu metil qrupu ilə səhv salırlar. Yadda saxlamaq lazımdır ki, metil qrupu CH3 xətt, metilin qrupu isə CH2 2 xəttdir. İndi burada da ona uyğun olan variant hansı variantdır? Baxın, bir dənə cəmsi CH2, yəni metilin qrupu var. Cavabımız da nə olacaq? Elə B variantı 1 olan. Çünki digərlərində gördüyümüz kimi üçlü karbonlardır, birli karbonlardır. Yəni metilin olan hansıdır? Bir dənə CH2-dir. Sual 23. Burada nə deyir? Virus reaksiyası üçün nə doğrudur deyə soruşur. Burada B variantında yazıb ki, bütün alkanları almaq olar. Bütün alkanları almaq olmaz. Niyə? Çünki bilirik ki, virus reaksiyası alkanların monohalogeni törəmələrinin 2 molunun 2 mol natriumla reaksiyasıdır ki, nəticədə nə əmələ gəlir? 1 mol alkan əmələ gəlir. Yəni, reaksiyanı əgər yazsaq, Rx 2 mol üstə gəl 2 dənə natrium alınır nə? R. Niyə? Çünki burada 2 dənə R var. İndi burada R onu göstərir ki, 2 dənə nə? Radikal. Burada radikalın tərkibində hər birində bir karbon minimum olmalıdır. İndi əgər hər birində minimum bir karbon varsa, bu ikisində cəmi neçə dənə karbon olur? Minimum 2 karbon olmalıdır yəni. Çünki hər birində bir karbon var. İndi burada nə deyir? Bütün alkanları almaq olar. Bütün alkanları almaq olmaz. Niyə? Çünki metan alkanı cəmi bir karbondan ibarətdir. Minimum C2H6-nı ala bilərik. Çünki niyə? Tərkibində 2 dənə karbon var. O da 2 nədən ala bilərik? CH3, məsələn, xlordan ala bilərik. Sual 27. Burada necə həll edirik? Yazıb ki, molekulunda en sayda karbon atomu olan 5 mol alkanın tam yanmasından neçə mol su alınır? Baxın, burada nəyə diqqət edirik? Molekulunda en sayda karbon atomunun olmağı, onun en mol olmağı demək deyil. Orada karbonun sayından söhbət gedir. Yəni, molekulda en sayda karbon atomu olan alkan deyirsə, onu belə nəzərdə tuturuq ki, 1 mol en sayda karbon atomu olan alkan. 1 mol alkanın yanmasından nə qədər su alınır? N plus 1 mol su alınır. Bəs yaxşı, 5 mola nə qədər alınır? Məsələn, A qədər. A bərabərdir neçə? 5 vurulsun, N plus 1 bölünmüş buradakı 1-ə, o deyir nə? 5N plus 5. Deməli, nə qədər su alınır? 5N plus 5 qədər. D variantı. Sual 30. Sualda nə deyir? 2,5-dimetil heksan almaq üçün hansı birləşməyə natriumla təsir etmək lazımdır? Bu tip suallarda ən birinci nə yazmalıyam? Heksan olan hissəni yazmalıyam. Yəni, baxın bu hissə, heksan. Heksanda neçə dənə karbon var? 6 dənə. Birinci onu yazıram. 1, 2, 3, 4, 5, 6. Bunu yazdım. Sonra nə deyir? 2,5 dimetil. 2, 3, 4, 5 dimetil. Aha. Deyir, bunu almaq üçün hansı birləşməyə natriumla təsir etmək lazımdır? Bu o deməkdir ki, virus reaksiyasıdır. Biz də bilirik ki, virus reaksiyasından nə alınır? R. Yəni, bu hissə R'dir, bu hissə R'dir. Bunu nə edəcəm? Ortadan böləcəm. İndi baxın, düşünün ki, bu tərəfdən birləşib. Burada deməli nə var imiş? Xlor var imiş. Buna uyğun olan variantım nə variantıdır? Baxın, burada D variantı. Niyə?
Çünki baxın, həmən quruluşdur, bax. Xlor burada, xlor burada. Yerdə qalan nədir? Baxın, eyni. Bu şəkildə. D variantı. Sual 51. Nə deyir sualda? R1 və R2 alkil radikalı olarsa, reaksiya nəticəsində hansı alkan alına bilməz? Mən nə etməliyəm? Mən ilk növbədə bu bizə verilən hansı ki R1CH2 brom və R2CH brom onu birləşdirməliyəm. Bunlar hansı tərəfdən birləşir? Baxın, bunlar brom olan hissə tərəfdən birləşəcək. Yəni R1 R2 tərəfdən birləşmir. Bunu qarışdırmaq olmaz. İndi bunu quruluşunu yazaq. Necə olacaq? R1 CH2 birləşir. Nəyə? CH burada R2 aşağıda bir dənə CH3. Baxın, bu şəkil olacaq. Və bu hardan bölünəcək? Baxın, bu hissədən bölünəcək. İndi mən burada R1, R2 radikallarına bəlkə variantlarla baxıb uyğun olanı götürəcəm. Baxın, A bəndində. A bəndi nəyə uyğun gəlir? A bəndi R2-yə uyğun gəlir. Niyə? Çünki baxın, A bəndində bax, burada nə var? CH3 var. Görürsünüz? Bunu ortadan kəssəm, aşağısının CH3 olan hansı var? Baxın, R2 var. Yəni ki, nəyə uyğun gəlir? R2-yə uyğun gəlir. Çünki burada CH3 var. Sonra B bəndinə baxaq. B bəndi nəyə uyğun gəlir? B bəndi həm R1-ə uyğun gəlir, həm də R2-yə. Baxın, sağ tərəf R2-yə uyğundur. Amma sol tərəf nəyə uyğundur? R1-ə uyğundur. Məsələn, C variantına baxaq. C variantı R1-ə uyğundur. Niyə? Çünki mən bunu ortadan bölsəm, bax, bunu bölsəm buradan, o karbon burada olmalıdır. Yəni, bax, bu burada olmalıdır. Mən yazdığım yerdə. Amma bu haradadır? Bu ondan, belə deyim, bir tık sağ tərəfdədir. Deməli, bu nəyə uyğun gələcək? C variantı R1-ə uyğun gələcək. D variantı nəyə uyğun gəlir bəs? D-nin özü də elə ortadan bölsəm, baxın, R1-ə uyğun gəlir. Deməli, D də deyil. Nə deyir? Alına bilməz soruşur bizdən. Burada yalnız nə qaldı? Elə Y variantı qaldı. Y variantı elə göründüyü kimi alına onsuz da bilməz. Elə cavab nə olacaq? Y variantı olacaq. Sual 52. Sual 52 necə həll edərik? Karbohidrogenin formulu verilib, kütlə nisbəti verilib. Burada 14N plus 2 falan belə şeylərə ehtiyac yoxdur. Niyə? Çünki biz bilirik ki, kimya formul və təhlükəsizlik hesablama dərsində nə var idi? Kütlə nisbəti ilə bağlı belə məsələlər var idi, hansı ki biz necə tapırdıq? Verilən kütlə nisbətin həmin maddənin nisbə atom kütləsinə bölürdük. Və alınan cavab bizə nəyi verirdi? Atomların say nisbətini, indekslərin nisbətini verirdi. İndi ondan istifadə edərək bu sualı yazaq. Baxın, deyir kütlə nisbəti hidrogenda 2, karbonda 9-dur. Yəni ki, necə olacaq? Hidrogen böl karbon 2 böl 9 nisbətidir. Düzdürmü? Baxın, 2-ni bölürəm. Neçəyə? 1-ə böl 9 böl neçə? 12. Yəni, bunların nisbi atom kütləsinə. Bərabərdir 2 böl 1 vurulsun 12 böl 9. Düzdür? Neçə eləyir? 24 böl 9. İndi mən bunları ixtisar edib, yəni 2 nöqtə şəklində göstərsəm, necə olacaq? Düşəcək 8 böl 3 nisbəti. Düzdür? 8 böl 3. Bu nə olacaq? 8 böl 3 burada hidrogenlə karbonun nisbətidir. Yəni ki, nəymiş birləşmənin formulu? C3H8 imiş. İndi mənə nə istəyir bu? N istəyir. N neçə imiş? N ilə 3 imiş. Cavab nə olacaq? Cavab olacaq D variantı. Sual 53. Nə deyir sualda? Hansı radikalların birləşməsindən əmələ gələn alkanın monoxlorlu törəmələrinin sayı eynidir? Burada nə indirəm? Burada mənə verilən variantlara baxıram. Məsələn, 1-də nə verilib? 1-də AC verilib, 2-də AB verilib, nə bilim, 3-də B-dir, 4-də A-dir. Bir-bir yazıram. İndi mən bunların hamısını yazmayacağam. Sadəcə birinci variantı yazacağam. Necə olacaq deyə. Məsələn, birincidə nədir? A ilə C verilib. Baxaq. Birinci bunları birləşdirək. A ilə C necə birləşər? CH3 CH CH3 aşağı bir dənə nə? CH3. Düzdür? Bu şəkil olacaq da. Daha sonra, indi bunun monoxlorlu törəməsi necə olar? Baxın, bir buradan xlor birləşə bilər buna. Düzdür? Bura 2 düşər, məsələn. Bura düşər xlor. Düzdürmü? Ya da ki, elə mən bunu silləm, məsələn, buradan. Bax, bunu silləm. Bu olduğu kimi qalır C3. Bura nə edirəm? 2. Nə birləşdirirəm bura? Bir dənə xlor birləşdirirəm. Düzdür? İndi mən buradan neçə cür monoxlorlu törəmə aldım? 2 cür. Biri bu indi yazdığım burada olan, bir də bayaq yazdığım burada olan.
Mən bunu götürüb, bax bura qoysam, bu yenə eyni şey olacaq. Yəni fərqli bir şey olmur. Necə deyim, yerini dəyişdirsəm, hara dəyişdirirəm, bunun yalnız iki cür, iki yəni müxtəlif cür monoxlorlu nəyi var? Törəməsi var. Digər variantlara da bu şəkildə baxırsınız və cavabı artıq özünüz alırsınız. Sual 55. Sual 55-də necə olacaq? Baxın, bu tip suallarda ilk öncə nə yazmaq lazımdır? Dörtlü, üçlü olan hissəni. Baxın, dörtlü karbon hissə nədir? Bir dənədir. Üçlü hissə nədir? Bir dənədir. Birlini həmişə ən axırda baxırıq. İndi nə edirəm? Deyir, molekulda 7 dənə karbon atomu var. Dörtlü bir dənədir, üçlü bir dənədir, birli 5 dənədir. İndi nə edəcəm? Birinci dörtlünü yazacağam, ondan sonra üçlünü. Baxın, dörtlü karbon yazıram. Bu şəkildə. Bax, bu dörtlüdür, düzdür. İndi bir dənə də buna üçlü yazıram yanında. Bu da oldu üçlü. Dörtlü və üçlü, düzdür. Düzəldimi hərəsində bir dənədir. İndi deyir ki, ikili yoxdur, birli 5 dənədir. Sayaq. 1, 2, 3, 4, 5. Gördünüz, öz-özünə düzəldi. Sonra nə deyir? Alkanı beynəlxalq nomenklatura ilə adlandırın. Beynəlxalq nə deməkdir? Yəni, mən bunun üzərinə rəqəmlər qoyacam. 1, 2, 3, 4. İndi necə olacaq? Baxın, burada bir dənə metil var, burada bir dənə metil var, burada bir dənə metil var. 2 dənə metil 2-dədir, bir dənə metil 3-də. Deməli, 2, 2, 3, trimetil. Niyə trimetil oldu? Çünki 3 dənə var da. İkisi burada, biri burada. Trimetil nə? Butan. Niyə? Çünki 1, 2, 3, 4. Əsas səncində 4 dənə karbon var. Deməli, olacaq nə? Butan. İndi buna uyğun variantımız hansıdır? 2, 2, 3, trimetil butan. Yəni ki, C variantı. Sual 69. Necə olacaq? Molekulunda cəmi 14 atom olan alkanın neçə izomeri var deyə soruşur. Molekulunda cəmi 14 atom varsa, mən də bilirəm ki, atom sayı necə tapılırdı? 3n plus 2 ilə tapılırdı alkanlarda, düzdürmü? 3n plus 2 bərabərdir neçə? 14. Deməli, n neçə imiş? N bərabər imiş. 14-dən 2 çıxıram, eləyir 12. 3-ə bölürəm, eləyir 4. Deməli, n bərabər 4 imiş. C4H10. İndi nə deyir? Alkanın izomerlərinin sayını soruşur, yəni bu alkanı. Necə yazaram? Birinci N yazaram elə, yəni normalını yazaram. N butan. 1 oldu. İndi bir dənə də buna nə yerəm? Şaxa verərəm. Aha, bu da oldu 2. Bunun başqa cür versiyası var? Yoxdur. Deməli, neçə dənə izomeri var imiş bunun? Elə 2 dənə izomeri var imiş. Cavab nə olacaq? Cavab olacaq C variantı. Sual 71. Bu sualı necə həll edərəm? Deyir ki, alkanın molekulunda karbon sayı N-dir, alkində də N-dir. Yəni, hər ikisində N bərabərdir. Molekulda atomların ümumi sayı X və Y-dir. X-in Y-yə nisbəti 7/6-dır. Bu tip sualı necə həll edərəm? Baxın, birinci alkanın yazılış formulunu yazaram. Necə yazılır? CnH2n plus 2. Düzdür? Bəs alken necə yazılır? CnH2n. Düzdürmü? İndi nə edirəm? Baxaq ümumi atom sayına. Burada ümumi atom sayı yuxarıda neçədir alkanda? 3n üstəgəl 2. Düzdür? Bəs yaxşı, aşağıda alkenda neçədir? 3n. Ayso. İndi burada necə olacaq? Deyir ki, ümumi atom sayı x-dir. Yəni ki, alkanda bax bu x budur. 3n plus 2-dir. Y-dəki 3n-dir. Deyir, x-in y-yə nisbəti nə oldu? 7/6. Yəni ki, 3n üstəgəl 2 bölünmüş 3n bərabərdir 7/6. İndi nə edirəm? 7-ni vururam bu 3-ə, buranı da vururam 6-ya. Nə edir? 21n bərabərdir 18n plus 12. Buradan 18n atıram 21 tərəfə. 21-dən yəni 18 çıxıram. Nə qalır? Qalır orada 3n. Düzdür? 3n bərabərdir 12. N neçə imiş? N bərabərdir 4 imiş. Deməli, buradakı N 4-dür. Aha, deyir alkan molekulunda cəmi neçə karbon atomu var? Elə alkan molekulunda N qədər, yəni 4 dənə karbon atomu var. Cavab nə olacaq? Y variantı. Sual 77. Bu sualı necə həll edərəm? Deyir ki, nisbi molekul kütləsi 72-dir, alkandır. İkili karbon atomlarının sayı 1-dir. Birinci nə etməliyəm? Buradakı karbon atomlarının hamısının sayını tapmalıyam. Yəni, cəmi neçə dənə karbon var ki, orada ikili karbon atomunun artıq mən orada, necə deyərlər, yerinə qoyam. Necə edəcəm? Alkanların ümumi, belə deyim, molekul kütləsi formulu necə tapılırdı? 14n plus 2 ilə. Düzdürmü? Yəni, bu bərabərdir nəyə? 72-yə. İndi 14n bərabərdir 70-ə. Niyə? Çünki bu 2-ni attım bura. Yəni, 70-dən 2-dən çıxdım.
Qaldı nə? N bərabərdir 5. Düzdür? 5 dəfə 10, 50, 5 dəfə 4, 20. Yəni 70 eləyir. Aha. İndi nə deyir? Deyir ki, ikili karbon atomlarının sayı 1-dir. Mən indi bunun quruluşunu yazmalıyam. Bu C5H12 alkanıdır. Bunun quruluşunu yazsam, eləməliyəm ki, burada ikili karbonların sayı 1 olsun. Əgər mən bunu düz kimi yazsam, yəni bir düz zəncir kimi, baxın, ikili karbon sayına baxın. 1, bu 2, bu 3. Burada 3 dənə ikili karbon var. Bu mənə deyir ki, bir dənə olsun. Deməli, mən buna şaxə verməliyəm. Necə verəcəm şaxəni? Bura bir dənə karbon, bura bir dənə karbon. 1, 2, 3, 4, 5. 5 dənə karbon düzəldi. Bəs ikili karbon atomlarının sayı necə oldu? Baxın, bu üçlüdür, bu getdi, bu amma ikilidir. Bir dənə ikili var. Deməli, düzdür. İndi nə deyir? X maddəsini səmərəli üsulla adlandırın. Səmərəli deyəndə nə inirdik? Buna metanın törəməsi kimi baxırdıq da, düzdürmü? Buna hansı radikallar birləşib? Baxın, metil, metil və etil radikalı birləşib. Niyə? Çünki bax, bu X qoyduğum artıq metan deyəcəm axırda, hansı ki, həmən o metandır. Nə olacaq indi? Dimetil, etil, metan. Dimetil, etil, metan. Hansı variantdır? Cavab variantımıza baxaq. Cavab olacaq B variantı. Sual 80. 80-ci sualı necə həll edərik? Karbohidrogen alkandır. Molekulunda karbon-karbon arası sigma rabitələrin sayı N-2-dir. Biz də bilirik ki, alkanlarda, yəni açıq zəncirlərdə molekulda karbon-karbon arası sigma rabitə sayı neçə idi? N-1 idi. Amma bu nə deyir? Deyir N-2-dir. İndi mən burada N-in özünün, belə deyim, neçə olduğunu tapmalıyam. İndi baxaq. N-1 normaldır. Bunu bərabər ediblər nəyə? N-2-yə. Düzdür? Mən buradakı əsl qaydada olan N üzərinə nə qoyuram? Bir dənə xətt qoyuram. N-1 bərabərdir N-2. N üstü xətt bərabərdir nəyə? N-1-ə. Yəni, N artıq N-1-dir. Bu nə deməkdir? Məsələn, Cn-isə artıq biz onu necə yazırıq? Cn-1 yazırıq. Yəni, bunu qarşılamaq olmaz. Sonra nə deyir? Alkanın molyar kütləsini deyir hesablayın. Alkanların molyar kütləsi necə tapılırdı? 14N plus 2 ilə. Düzdür? Yəni bu necə olacaq? Bu artıq olacaq 14 vurulsun N-1 üstəgəl 2. Yəni 14N çıx 14 üstəgəl 2. Bu ikisinin cəmi nə edir? 12 edir. Cavab nə oldu axırda? Elə bunu ümumiləşdirsək olacaq 14N çıx 12. 14-ci 12. Hansı variantdır baxaq? Cavab elə C variantıdır. Sual 86. 86-cı sualı necə həll edərik? 2 litr karbohidrogenin yanmasından 6 litr CO2 və 8 litr su buxarı əmələ gələrsə, karbohidrogenin molekul formulunu tapmağımızı istəyir. Aha, indi biz nə etməliyik? Birinci reaksiyanın tənlini yazmalıyıq. Karbohidrogenlərin yanması zamanı olsa bildik ki, bütün izomatlar yanında su və karbon qazanılır. Elə biz karbohidrogeni X kimi götürsək, X üstəgəl O2 alınacaq nə? CO2 üstəgəl H2O. İndi burada mənə nə verib? Litrlər verib. Görürsünüz? Hansı litrlərdir bu? Hansı ki 2 litr, 6 litr və 8 litr. Mən indi burada nə etməliyəm? Litri mol kimi götürəcəm. Niyə? Çünki 22,4 litr 1 moldur. Düzdürmü? Və yaxud 44,8 litr 2 moldur. İndi düşünün ki, bu 2 litri 2 moldur, 6 litr 6 moldur, 8 litr 8 moldur. Yəni dəyişən heç nə yoxdur. İndi nə edirəm? 2, 6 və 8-i bunların altında yazıram. Yəni ki, karbohidrogenin altına yazıram neçə? 2, CO2-nin altına yazıram 6, suyun da altına yazıram 8. Baxın, bu rəqəmlər hamısı cüddür. Yəni, nə edəcək? 2-yə ixtisar gedəcək. Bunları 2-yə ixtisar edirəm. Nə qalır? 1, 3 və 4. Düzdür? Deməli, bunun 1 mol yananda 3 mol CO2 və 4 mol H2O əmələ gəlirmiş. Aha, indi deyək ki, karbohidrogen molekulunun formulunu müəyyən edin. Necə eləyəcəm? 3 dənə karbonu var, 4 vur 2 dənə H2. Yəni ki, 4 mol H2O var. İndi H2O-da 2 dənə hidrogen olur axı. 4 molsa 4 dəfə 2, 8. Deməli, 8 dənə nəyi var? Hidrogeni var. 3 dənə nəyi var imiş? 3 dənə də karbon. Birləşməncə olacaq. C3H8 formasında olacaq. Buna uyğun variantımız hansı variantdır? Buna uyğun variantımız elə C variantıdır. C3H8. Sual 88. Baxın, bu sual necə həll edəcəyik? Bu sualın həllində çox vaxt uzun-uzadı, belə deyim, yollarına gedirlər. Yəni, bunun ən asan yolu, belə deyim, bu kəsr rəqəmləri tama çevirib cavabı çıxarmaqdır.
Yəni burada 3,36-nı çevirəsən 20,4 litrə, nə bilim 44,8 litrə falan, bu uzun-uzadı söhbətdir. Bunun ən rahat yolu indi mən sizə deyəcəm. Sadəcə bu şəkildə, yəni cavab da rahat çıxır. Baxaq, nə deyir? Alkandır 2,2 qram yanır və 3,36 litr nə alınır? CO2 alınır. Baxın, bu 3,36 litr neçə moldur? 0,15 moldur. Düzdür? Bunu yadda saxladıq. İndi yazaq. Alkandır, X alkandır, üstə gəl O2, nə alınıb? CO2 plus H2O. Düzdürmü? İndi nə edirəm? Deyir ki, 2,2 qram yananda nə qədər CO2 əmələ gəlir? 3,36 litr. Mən də bayaq dedim ki, bu 3,36 litr 0,15 moldur. Düzdürmü? 0,15 mol CO2 əmələ gəlir. İndi baxaq. Mən bunu nə edəcəm? Tam ədəd çevirəcəm. Vururam ona. Baxın, vururam ona. Neçə yeyir? 22-yə 1,5. Baxın, burada nə alındı? 1,5 alındı. Düzdür? Bu 1,5-i karbonun ayağına yaza bilməliyik. Axı, S1,5 deyə bir alkan yoxdur. Deməli, bu nə olmalıdır? Bu tam ədəd çevrilməlidir. Düzdür? Nə edəcəm? Vuracam bunu 2-yə. Niyə ona vurmuram? Çünki artıq burada ona vursam 220-yə 15 çıxır. Təzən onu ixtisar eləməliyəm. Elə ən yaxşısı nədir? Ən kiçik ədədə vurmaq şərti ilə tam ədəd almaq. İndi bunu nə edəcəm? Vuracam 2-yə. 2-yə vurdum, nə oldu? 44-ə 3. Düzdür? Formul nəymiş? C3H8. Hesablayanda da neçə yeyir? 3 dəfə 12, 36, 3-ə 8 eləyir 44. Demək ki, formulumuz düzüymüş. Əgər 3 ilə cavab çıxmırsa, yenə 2 dəfə artırmaq lazımdır. Amma belə bir şey olan məsələ çıxmasın. Çünki elə nisbətlə, yəni götürəndə cavab çıxır. Yəni Y variantı. Sual 94. Sual 94-ü necə həll edərik? Baxın, burada alkanların ümumi molekul formulu var. Hansı ki 14N plus 2. Yəni onunla yazmırıq. 14N plus 2-yə 12N qədər karbon var falan. Belə yazıb çətinə salmırıq özümüzü. Nə edirik? Ən asan yolla gedirik. Baxın, 7,2 qram alkandır. 6 qram karbon var. Yəni ki, bunu mən belə yazıram da. 7,2 qramda nə qədər karbon var? 6 qram karbon. Burada nə qədər hidrogen var? 7,2 çıx 6 qədər. Yəni ki, 1,2 qram qədər hidrogen var. Düzdür? Mən bunları nisbətən götürsəm, 6-nın 1,2-yədir. Bunları ixtisar edirəm, 1,2-yə nə qalır? 5-in 1-ə nisbət. Kimya formul və təhlükə üzrə hesablamalarda belə bir qaydamız var idi. Bunu bayaqki sualda dedim. Nə edirdik? Verilən nisbəti bölürdük nisbə atom kütləsinə. Yəni 5 bölünmüş 12, o da böl 1 bölünmüş 1. Neçə eləyir? Eləyir elə 5 bölünmüş 12. Niyə? Çünki bu ixtisar edir. Yəni ki, karbon neçə imiş? Karbon 5 imiş, hidrogen 12. Formul nə olacaq? C5H12. Burada hansı formuldur? Y variantı. Bu qədər sadə. Sual 98. Bu sual necə həll edəcəm bəs? Sualda nə deyir? Deyir, hansı karbohidrogenin 3 litrinin 15 litr oksigende tam yanmasından 9 litr karbon qazı alınır. Nə edirik? Baxın, karbohidrogen yanır. X üstə gəl, O2 nə alınır? Alınır CO2 plus H2O. Düzdürmü? 3 litr X yananda 15 litr oksigen sərf olunur və nə qədər karbon alınır? 9 litr. Mən bunları 3-ə ixtisar elədim. Qaldı 1, 5, 3. Baxın, karbon sayı neçə imiş? Karbon sayı 3 imiş. Düzdür? A-da da 3 dənə karbondur. B-də də, C-də də. Bəs yaxşı, hidrogen sayı necə olacaq? Hidrogen sayı belə tapıram. Nə qədər oksigen girib? 5 mol. Düzdür? 5 mol oksigen. 5-i vururam 2-yə. Neçə elədi? 10. 10 dənə nə var imiş? Oksigen atomu var imiş. Düzdür? İndi 3 dənə CO2 çıxıb. 2 burada, 3 burada. 3 dəfə 2 neçə elədi? 6. 6-sı çıxdı oksigen. Neçəsi qaldı? 4-ü. 4-ü hara yazacam? Bura. Deməli 4 dənə də H2O alınıb. İndi burada hidrogen sayı neçə olacaq? 4 vur 2. 8 dənə var imiş? Hidrogen var imiş. Cavab ona görə nə olacaq? C3H8. Yəni hansı variant? C variantı. Sual 130. Sual 130-da ilk bilməli olduğum hissə metr kubunun neçə litr olmağıdır. 1 metr kubu, yəni 1 metr üstü 3, neçə litrdir? 1000 litrdir. Düzdür? 2 metr kubu neçə olacaq bəs? 2 metrin kubu da olacaq 2000 litr. Düzdürmü? İndi nə deyir? Deyir 2 kub metr havada neçə litr metanı tam yandırmaq olar? Havada oksigen həcm payı 21%-dir.
Yəni ki, bu 2000-in 21%-ni tapıram. 2000-i vururam 21-ə, bölürəm neçəyə? 100-ə. Neçə eləyir? O da eləyir 420 litr. Nə var? Oksigen var. İndi metanın yanma reaksiyasını yazıram. CH4 üstə gəl 2 mol O2. Yəni ki, da ardın yazmıram, buradan alınır. 1 mol CH4-də 2 mol oksigen sərf olunur. Yəni 2-yə 1 nisbətdir. Bəs yaxşı, 420-yə nə qədər olacaq? Olacaq məsələn A qədər. A neçədir? A da bərabərdir 420-nin yarısı. Yəni ki, 210-a. 210 olan cavab hansı variantdadır? Baxaq, A variantındadır. A bərabərdir, yəni 210. Belə. Sual 133. Baxın, bu sual necə həll edərik? Deyir ki, 36 qram alkanın tam yanmasına 4 mol oksigen sərf olunmuşsa, karbohidrogenin molekul formulunu müəyyən edin. Aha, mən bilməliyəm ki, alkanların ümumi, belə deyim, nisbi molekul kütləsi formulu necə yazılırdı? Belə yazılırdı da, 14 N üstə gəl 2. Düzdür? Bu qədərinin yanmağına nə qədər oksigen sərf olunurdu? 3N üstə gəl 1 böl 2 qədər. İndi mən bu 3N plus 1 böl 2-ni, bax bunu, belə yaza bilərəm da. 1,5 N üstə gəl 0,5. Düzdür? Yəni bu yuxarı sürəti 2-yə bölmüşəm də artıq. 3N-i 2-yə böləndə deyir 1,5, 1 də 2-yə böləndə 0,5 deyir. Aha, indi bu mənə deyir? Deyir ki, 36 qrama 4 mol sərf olunub. Baxın, 36 qramı bunun altdan yazıram. Nə qədər sərf olunub? 4 mol. İndi mən burada nə? Tənasüb qururam. 36-nı vururam 1,5 N üstə gəl 0,5-ə bərabərdir nəyə? 4 vurulsun 14 N plus 2-yə. Bu şəkildə tənasüb qururam. Yazaq indi. Necə olacaq? 36 vur 1,5 N üstə gəl 0,5 bərabərdir 4 vurulsun neçəyə? 14 N üstə gəl 2-yə. Düzdürmü? Aha, indi bunu vuranda eləyir 54 N üstə gəl 18 bərabərdir 56 N plus 8-ə. Buradan 2 N plus 8 bərabərdir 18. N bərabərdir neçə? N bərabərdir 5. Niyə? Çünki 18-dən 8-i çıxıram, bunu atıram bu tərəfə eləyir 10. Onu da 2-yə bölürəm eləyir 5. Deməli nə imiş? N bərabərdir 5 imiş. Yəni formul C5H12-dir. Buna uyğun olan variantımız nədir? C5H12. D variantı. Sual 151. Burada nə deyir? Alkanlardır. Molekulunda sigma rabitələrin sayı. Ancaq hansı sigma rabitələrin sayı? sp3s. Yəni hidrogen ilə karbon arasında olan sigma rabitələr. Bu rabitələrin də sayı nəyə bərabərdir? Bu rabitələrin də sayı bərabərdir hidrogenlərin sayına. Çünki hidrogen olmasa S olmaz. S də olmasa sp3s rabitəsi olmaz. Düzdürmü? İndi nə deyir? Deyir ki, bu alkanların qaynama temperaturunun artma sırasını göstərin. Mən birinci nə etməliyəm? Bu alkanların formulunu müəyyən etməliyəm ki, bu alkanlar hansı alkanlardır? Baxaq. 2N plus 2 bərabərdir nəyə? 4-ə. Niyə? Çünki dedim axı, bu hidrogenlərin nəyin göstərir? Sayını göstərir. 2N plus 2 bərabərdir 4. N neçə imiş? N bərabərdir 1. Yəni ki, CH4 imiş. Düzdür? Aha, indi X yazıram. X bərabərdir CH4. Bəs yaxşı, Y nədir? Y bərabərdir 2N plus 2 bərabərdir 10. N bərabərdir neçə? Bu 2-ni atıram bura. Elgir 8. 8 bölü 2, 4. N bərabərdir 4. Deməli, Y C4H10 imiş. Düzdürmü? Bu da mənə deyir ki, Z-in də 10 dənə hidrogeni var. Deməli, Z də nəymiş? Elə Z-in özü də bərabərdir C4H10 imiş. Düzdürmü? Aha, indi nə deyir? Deyir ki, molekulunda olan ikili karbon atomlarının olması. Baxın, X də onsuz da yoxdur. Y-lə Z-də olub-olmama ehtimalı var. İndi baxaq görək, bu deyir ki, Y-də var, Z-də yoxdur. Deməli, Y-in formulu necəymiş? Y-in formulu C. Bu şəkildəymiş. Z-in formulu C, bir dənə aşağıdan C. Bu şəkildəymiş. Aha, bunu bildim. İndi nə deyir? Deyir, qaynama temperaturunun artma sırasını göstərin. Baxın, qaynama temperaturu alkanlarda nisbi molekul kütləsi artdıqca artırdı. Düzdürmü? Ancaq şaxə sayı artdıqca azalırdı. Deməli, bunları nəzərə alsam, nə böyük olacaq? Baxın, Y böyük olacaq.
Nədən? Z-dən. İndi düşünürük ki, Y X-dən böyük olar, yox. Y Z-dən böyükdür. Niyə? Çünki onların hər ikisinin belə deyim, nisbi molekul kütləsi X-dən, metandan çoxdur. Deməli, metandan yuxarıdır bunların qaynama temperaturu. Sadəcə bunların ikisinin arasında qaynama temperaturunda fərq var. O da niyə? Çünki biri şaxəlidir, biri şaxəsiz. Şaxəli olanın qaynama temperaturu şaxəsizdən azdır. İndi necə olacaq? Y böyükdür Z, o da böyükdür X-dən. Düzdür? Bax, bunu aldın mı? Nə deyir burada? Deyir, qaynama temperaturunun artma sırasını göstərin. X, Z, Y. X, Z, Y. Hansı variantdır? X, Z, Y, Y variantı. Sual 157. 157-ci sualda virüs reaksiyası göstərilib. Deyir ki, X alkanının molekulunda 10, ən uzun zəncirində isə 6 karbon atomu var. Mən nə edəcəm? Mən ən birinci, ən uzun zənciri yazacağam. Yəni 6 dənə karbon olan. 1, 2, 3, 4, 5, bir dənə də 6. Düzdür? Bu virüs reaksiyası üzrə alınıbsa, ortadan bir dənə buna xətt çəkirəm. Bax, buradan qırıram bunu. Çünki bu hissədən birləşib. Baxın, bunun burada birləşən hissəsi hansıdır? Bax, xlor olan karbon. Deməli, bax, bu karbonlar, altdan xətt çəkdiklərim, xloru olan karbonlardır. Radikal, baxın, bu qırıq-qırıq xətt qoydum. Nədən başlayır? Hissədən başlayır. Yəni, bax, buradan başlayır. Bax, buradan başlayır. Aha, indi nə deyir? Deyir ki, ən uzun zəncirdə 6, ümumilikdə amma 10 dənə karbonu var. Mən 10 dənə karbonu necə edəcəm? Bax, bu radikala birləşdirəcəm. İkisini bura birləşdirirəm. İkisini də buna birləşdirirəm. Aha, indi deyir ki, bu radikal hansı radikal imiş? Bu radikal göründüyü kimi elə, baxın, üçlü butil radikalı imiş. Üçlü butil hansıdır? A variantı. Sual 158. Baxın, bu sual necə həll edərik? Birinci, virüs reaksiyasını yazmalıyıq. Niyə? Çünki burada söhbət virüs reaksiyasından gedir. Yazaq. 2 dənə brom, üstə gəl, 2 dənə natrium. Nə alınır buradan? Alınır üstə gəl, 2 dənə natrium brom. İndi oranı yazmıram. Mənə lazım olan hissə, baxın, bundan budur. Belə. İndi nə edirəm? Deyir ki, 0,4 mola nə qədər alkan əmələ gəlir? 6 qram. Düzdür? Bəs yaxşı. Burada 2 mol var. Görürsünüz, normalda 2 mol girir. 2-yə nə qədər olacaq? 2-yə məsələn A qədər. A bərabərdir neçə? 2 vurulsun 6 böl 0,4, o da bərabərdir 30. 30 qram. Yəni ki, C2H6. Düzdürmü? Bu C2H6 erin kütləsidir. Bu isə mənə deyir ki, hansı alkil bromidə təsir etdikdə? Yəni, mənə deyir ki, bunun formulunu de. İndi mən nə edirəm? C2H6-nı 2 yerə bölürəm. Yəni, bura düşür CH3, bura düşür CH3. Düzdür? Bax, belə. CH3-ə bir dənə də brom birləşdirəcəm. Niyə? Çünki burada artıq CH3 bromdur. Düzdürmü? İndi bu CH3 bromun adı nədir? CH3 bromun da adı metil bromid. Metil bromid. İndi onun uyğun variantı hansı variantdır? D variantı. Metil bromid olan. Sual 159. Sual 159-u necə həll edərəm? Asan yolla. Baxın, deyir ki, molar kütlə 30-dur. Molekulda hidrogen kütlə payı 5-də 1-dir. Yəni 30 qramın 5-də 1 nə imiş? Hidrogen imiş. 30-u 5-də 1-ə vuranda neçə yeyir? 30 böl 5, 6. 6 qram nə var imiş burada? Hidrogen var imiş. İndi 30-dan çıxıram 6-sı, neçə qalır? 24. 24 qram nəyin kütləsidir? Karbon kütləsidir. 24 qram karbon neçə mol yeyir? Bir dənə karbon 12 qramdır. Deməli 24 qramca 2 moldur. Düzdür? İndi 6 dənə hidrogen var. 2 dənə də karbon. Formul necə olacaq? C2H6. Bu şəkildə. Bu da mənə nə deyir? X ilə Y-in cəmini hesablayın. X-ə 2 verib, Y-ə 6. 2-nin üstü 6 gəlir neçə yeyir? 8. Cavab variantımız A variantı. Sual 160. Sual 160-da nə deyir? Deyir ki, 38 qram alkil bromidin natrium ilə reaksiyasından 0,2 mol alkan alınmışsa, alkan molekulunda neçə karbon atomu var? Mən indi nə etməliyəm? Mən ilk növbədə virüs reaksiyasını yazmalıyam. Niyə? Çünki söhbət virüs reaksiyasından gedir. Yazıram ki, burada bromid ilə deyib də mən, düzdürmü? Yazıram ki, 2 dənə brom, üstə gəl, 2 dənə natrium. Buradan nə alınır? Alınır plus 2 dənə natrium, brom. Düzdür? Mənə lazım olan hissə bura və buradır. Nə deyir? Deyir 38 qrama
0,2 mol alınıb. Bəs yaxşı, neçə qrama 1 mol olar? Məsələn, A qramı. A bərabərdir neçə? A bərabərdir 190. Düzdür? Yəni ki, 1 0,2-dən 5 dəfə çoxdursa, A da 38-dən 5 dəfə çox yeyir. O da yeyir 190. İndi 190 bunun 2 molunun kütləsidir. 2 mola 190-dır. Niyə? Çünki baxın, qabağında bax 2 var. Deməli, mən nə etməliyəm? 190-ı bölməliyəm 2-yə. 190-ı 2-yə bölən neçə yeyir? 95 eləyir. Düzdür? 95-də 1 mol, belə deyim, brom atomu var. İndi brom da neçədir? 80. 95-dən çıxacam 80, qalacaq nə? 15. Bu 15 hansı radikaldır? CH3. Düzdür? Deməli, birləşmə nəymiş? Bunun bir dənəsi CH3-dür. 2 dənəsi nə olur? CH3, CH3. Yəni ki, C2H6. İndi mənə nə deyir bu? Deyir ki, alkan molekulunda neçə karbon atomu var? Baxın, 2 dənə. 2 dənə karbon atomu var. Cavab nə olacaq? C variantı. Sual 161. Burada nə deyir? Deyir ki, 1 mol alkanın müəyyən hissəsinin tam yanmasına 2 mol oksigen sərf olunmuşdur. Baxın, alkanların yanma reaksiyasında istifadə etdiyimiz düstur necə idi? 3N plus 1 böl 2. Yəni, bu qədər oksigen istifadə olunur normalda. Bu isə deyir ki, bunun 2 mol istifadə olunub. Yəni, başlanğıcda bu qədər götürülüb, amma 2 mol istifadə olunub. Yəni, 3N plus 1 böl 2-dən çıxıram nəyi? 2-ni. Və bunu çıxıram. İndi burada nə qalır? Qalır 3N çıx 3 bölünmüş 2. Niyə? Çünki bilirsiniz də bu riyaziyyatdan bunun ayağına 1 verirəm. 2-ni 1-ə bölürəm 2. Vururam 2-yə eləyir 4. 3-ən üstə gəlir 1. Çıxılmış 4. O deyir 3-ən çıx 3. Aşağıda 2 var idi onsuz. Nə qaldı? 3-ən çıx 3 bölünmüş 2 qaldı. Deməli, qalan hissənin yandırılması üçün nə qədər oksigen lazımdır? 3-ən çıx 3 bölünmüş 2 qədər. Cavab variantımız nə olacaq? Cavab variantımız olacaq B variantı. Sual 166. Burada necə eləyirik? Baxın, 15 qram alkanın tam yanmasından 22,4 litr CO2 əmələ gəlib. Yəni, 1 mol CO2 əmələ gəlib. Bu alkanın aqreqat halını müəyyən edin. Yəni, bizə nə lazımdır? Bizə alkanın özünü tapmaq lazımdır. İndi nə edirəm? 14N plus 2-yə nə qədər CO2 əmələ gəlir? N mol CO2. Ancaq bu o demək deyil ki, N vurulsun 44. Yəni 44 N. Bu o demək deyil. Burada sadəcə biz molun sayına baxırıq. N mol CO2 əmələ gəlir. Bu da deyir ki, 15 qrama nə qədər əmələ gəlir? 1 mol. Düzdür? İndi nə edəcəm? 15-i vururam N-ə, 1-i də vururam 14N plus 2-yə bərabər edirəm bir-birinə. 15N bərabərdir 14N üstə gəl 2. N bərabərdir neçə? 2. N-i tapdım 2 imiş. Deməli, C2H6 imiş. Daha sonra nə deyir? Aqreqat halını müəyyən edin. Mən bilirəm ki, bu qaz halındadır. O heç 1 mol ilə reaksiya daxil olan xlorun maksimum mol sayı. Xlorun da maksimum mol sayı o deməkdir ki, alkanlar xlorla əvəzləşmə reaksiyasına daxil olurlar. Reaksiyaya daxil olan xlorun mol sayı dəyişən hidrogenin sayına, eyni zamanda alınan H xlorun sayına bərabər olur. İndi bunun 6 dənə hidrogeni varsa, cəmsi 6 dənə xlor 2 ilə maksimum, yəni reaksiyaya daxil ola bilər. Cavab nə olacaq? Cavab olacaq qaz və 6 olan, yəni C variantı. Sual 167. Burada necə olacaq? Baxın, 1 mol tam yanmasına sərf olunan oksigenin kütləsi birində M-dir, digərində M plus 192-dir. Mən də bilirəm ki, alkanlar onsuz da yanan zaman 3N plus 1 böl 2 qədər nə sərf edir? Oksigen sərf edir. Buradakı M-lər, bax, bu 1-dir. Çünki dəyişmir. Dəyişən nədir? 3N böl 2. 3N böl 2. Niyə? Çünki 1-i 2-yə böləndə o 0,5 edir. Bax, bu 0,5, o 2 qaldı qıraqda. Bax, bu M-dir. Bu bizə şərtdə verilən, bax, hansı ki, bu M-lər var, bu odur. Dəyişən nədir? Dəyişən 3N böl 2 vur 32-dir. 32 burada nədir? Oksigendir da, düzdürmü? Yəni 3N böl 2 O2 sərf olunur da. Bunun da cəmi nə qədər eləyib? Eləyib 192. Yəni ki, 3N böl 2 vur 32 bərabərdir 192-yə. Düzdür? İndi buradan N neçə çıxır? 32-ni vururuq 3N-ə, eləyir 96N, bölü 2-yə eləyir 48N. 48N bərabərdir 192-yə.
Deməli n neçə imiş? N bərabər imiş 4. Düzdür? Bu 4 o demək deyil ki, bunun formulu C4H10'dur. Bu o deməkdir ki, X ilə Y-in arasında 4 dənə karbon qədər fərq var. Yəni, bunu düzgün başa düşün. X ilə Y-in arasında 4 dənə karbon qədər fərq var. İndi mən buna özümdən qiymət verirəm. Bax, indi buranı siləyim bir dənə. Baxın, indi özümdən qiymət verirəm. Məsələn, düşünürəm ki, Y CH4'dür. Asan da olsun da, 1 qoyaq yerinə N-in. X nə olacaq? X 4 dənə çox olan. Yəni, X bərabərdir nəyə? C5H12. Düzdür? İndi nə edəcəm? Deyir ki, ümumi orbital sayını hesablayın. Hibrid orbital alkanlarda 4n idi. Qeyri-hibriddə 2n plus 2. Bunları toplayanda nə edir? 6n plus 2. Deməli, ümumi orbital sayı neçədir? 6n plus 2-dir. Aha, indi bunu qoyaq yerində yazaq. Y-də nə yiyəcək? Y-də yiyəcək 6 dəfə 1, 6 üstəgəl 2, 8. C5H12-də yiyəcək 6 dəfə 5, 30, üstəgəl 2. Y neçə? 32. Düzdür? İndi mənə deyir ki, bunların fərqini hesabla. Yəni ki, A çıx B. X də A-dır, bu A-dır, bu da B-dir Y-dəki. A-dan B çıxanda, yəni 32 çıx 8, neçə eləyir? 32 8 çıxanda eləyir 24. Yəni cavabımız nəymiş? B variantı imiş, 24. Sual 171. Bu necə həll edərik? Deyir 44 qram alkanın tam yanmasına 5 mol oksigen sərf olunur. Birinci alkanların yanma reaksiyasını yazıram N-lə. 14N üstəgəl 2-yə nə qədər sərf olunur? 3N plus 1 böl 2 qədər. Bunu da mən belə yazaram da. Bunu belə yazaram ki, 1/5 N üstəgəl 0/5 ki, asan da olsun. Düzdür? Aha. İndi deyək ki, 44 qrama bu nə qədərdir? 5 moldur. İndi 5'i vururam 14N plus 2-yə, 44'ü də vururam 1/5 N üstəgəl 0/5'ə bərabər edirəm bir-birinə. 6, 6. 1/5'ə vuranda 66 edir də. 66N üstəgəl 22 bərabərdir 70N plus 10. Buradan 4N bərabərdir neçə? 12'yə. Deməli, N neçə imiş? N bərabər imiş. Burada N daha bu. 4N bərabərdir 12. ISO. N bərabərdir neçə? 3. Düzdür? N 3 tapdım. Deməli, formulu nə imiş? C3H8 imiş. Aha. İndi mənə nə deyir? Karbohidrogenin formulunu müəyyən edin deyir. Elə cavab C3H8 olan nə olacaq? B variantı. Sual 177. Bu sualı necə həll edərəm? Baxın, bu tip suallarda reaksiyaya daxil olan xlorun mol sayı, dəyişən hidrogen sayı və alınan H-xlorun mol sayına bərabərdir. Bunu diqqətdə saxlayıram. Sonra nə edirəm? Başlayıram reaksiyanı yazmağa. C3H8 üstəgəl xlor 2 alınır nə? Alınır X üstəgəl H xlor. Bu X hansı X'dir? Bax, bu X burada olan X'dir. Aha. İndi nə edirəm? Deyir, baxın qrafikdə 0,3 mol C3H8 reaksiyaya girib, nəticədə 0,9 mol H xlor alınıb. Yəni ki, nə qədər xlor reaksiyaya daxil olub? 0,9 mol. Düzdür? 0,9 mol reaksiyaya daxil olubsa, nə qədər hidrogen dəyişib? 0,9 mol. Məndə nə qədər hidrogen var? 0,3 vur 8. Yəni 0,3'ü vururam 8'ə, neçəyə gəlir? 2,4. Düzdür? 2,4 dənə hidrogendən çıxıram neçəsin? 0,9'u. Nə qalır? 1,5. İndi 0,3 mola 1,5 hidrogen varsa, deməli 1 mol nə qədər imiş? Məsələn, A imiş. A da bərabərdir neçə? 5. Düzdür? Deməli, birləşmənin quruluşu necə olacaq? C3H5. İndi 0,3 molda 0,9 mol nə var? Xlor var. Bəs yaxşı, birdə nə qədər olacaq? 3. Yəni C3H5 xlor 3 şəklində olacaq ki, buna da nə uyğundur? Buna da uyğundur B variantı. C3H5 xlor 3. Sual 178. Bu sualı necə həll edərəm? İlk növbədə yazmalıyam nəyi? Metanla etanın yanma reaksiyasını. CH4 üstəgəl birbaşa əmsal yazacağam. 2 dənə O2 nə alınır? Alınır bir dənə CO2 üstəgəl 2 dənə H2O. Düzdür? Bu şəkil olacaq. C2H6 necə yanacaq? C2H6 üstəgəl 3,5 O2 alınır nə? 2 dənə CO2 üstəgəl
3 dənə H2O. Düzdür? İndi bu deyir ki, cəmsi 5 mol götürülüb bunların hər ikisindən. Yəni burada cəmi nə qədər var? 5 mol var. Aha. İndi mən düşünsəm ki, bundan A moldu, bundan da 5 çıx A moldu. Düzdür? Bu şəkil düşünə bilərəm də. İndi nə deyir? Qrafikə baxaq. Qrafikdə diqqətlə fikir versəz, oxun biri lap yuxarıdadır, biri biraz nisbətən aşağıdadır. Alınan maddələr deyirəm. Baxsaq biz burada aldığımız nəticəyə, baxın 1 mol CO2 alınıb, 2 mol H2O yuxarıdakı reaksiyada. Aşağıda 2 mol CO2 alınıb, 3 mol H2O. Yəni CO2-lərin cəmi 3 mol eləyir, amma H2O-ların cəmi 5 mol eləyir. Deməli bu yuxarıda olan ox, bax bu yuxarıda olan ox, bu H2O-ya aiddir. Mol sayı çox olana. Altda olan isə CO2-yə aiddir. Düzdür? İndi tapıram görün burada A neçəymiş. Baxaq, A mol girəndə burada alınacaq 2A. Düzdür? CH4-dən A mol olsa 2A H2O alınacaq. C2H6-dan 5 çıx A mol girsə nə qədər alınacaq? 3 vurulsun 5 çıx A mol H2O alınacaq. İndi nə edirəm? Bunları bərabərləşdirirəm 11-ə. Yəni 2A üstə gəl 5 çıxılmış A vur 3 bərabərdir 11. Daha sonra 15 bərabərdir 11 plus A-ya. A bərabərdir neçə? A bərabər imiş 4. Deməli 4 mol CH4 var imiş, 1 mol C2H6 var imiş. İndi mənə nə deyir? Deyir X hesablayın. X də nədir? CO2-lərdir. 4 mola nə qədər alınır CO2? CH4-də. Baxın 1 mola 1 mol alınır, 4 mola 4 mol. Burada olacaq 4. C2H6 1 mola 2 mol alınır. Elə 1 mol reaksiyaya girib. Nə qədər alınacaq? 2 mol. Deməli 4 ilə 2-nin cəmi neçə eləyir? 6. Cavab nə olacaq? B variantı. Sual 186. Bu sual necə həll edərik? Etan və izomeri olmayan X alkanından ibarət qarışıq deyir. İzomeri olmayan alkanlar 3 dənədir. Metan, etan və propan. Burada sualın şərtində bizə artıq etanı verdiyi üçün yerdə nə qalır? Qalır metan və propan. Mən nə edəcəm? Reaksiyanı, belə deyim, tənliyi, həll yolumuzu bu 3 dənəsinin ardıcıllığına əsasən yazacağam. İlk növbədə götürürəm nəyi? Metanı. Bunu götürürəm. Yəni qaz qarışığında etan və metan var imiş kimi düşünürəm. Çünki əgər bundan cavab çıxmasa onsuz, artıq nə edəcəm? Etanla propana görə, yəni C3H8-ə görə aparacağam. İndi nə edirik? Deyir ki, hidrogenə görə sıxlığı 14-dür. Nəyin? Bu qaz qarışığının. Yəni ki, bu nə edib? 2-yə bölünüb. Mən nə edirəm? 14-ü vururam 2-yə bərabərdir 28. 28 nədir? 28 M ortağın kütləsidir. M orta da bərabərdir nəyə? M-i bölürlər mol sayına. Düzdür? Mol sayının cəminə də yəni. Yəni ki, bu 28 bərabərdir nəyə? M bölünmüş 3,5-ə. Nə edəcəm? M bərabərdir 28 vur 3,5. Bu da neçə eləyir? 28 3,5-ə vuran deyir 98. 98 qram. Deməli, bu qaz qarışığı neçə qram imiş? 98 qram imiş. Bunu yadda saxladım. İndi buranı siləm, qalan hissəsini yazaq. İndi mənə nə deyir? Bu deyir ki, qarışıqdakı karbon atomların mol sayını tap. Nə edirəm? Belə yazaram da bunu. Cəmsi 3,5 mol nə var? Qarışıq var. Düzdür? Burada A mol C2H6 var məsələn. 3,5 çıx A mol nə var? Metan var. Çünki bayaq metan demişim də ilk metan götürəcəm. Bunların kütləsi nə qədər idi? Bunların da kütləsi cəmsi 98 qram idi. Düzdür? İndi nə edirəm? Yazıram ki, bunun kütləsi nə qədərdir? 30. Bunun kütləsi nə qədərdir? 16. Yazıram 30A üstə gəl 3,5 çıx A vurulsun 16 bərabərdir neçə? 98. İndi buradan tapıram ki 14A üstə gəl 56 bərabərdir 98. A bərabərdir neçə? 3. Deməli 3 mol C2H6 və 0,5 mol nə var imiş? Metan var imiş. Düzdür? İndi nə deyir? Deyir ki, karbon atomlarının mol sayını hesabla. Metanda 0,5 moldur onsuz. Metanda onsuz elə 0,5 eləyəcək. Niyə? Çünki metanda karbon sayı 1-dir. 1 vur 0,5 eləyir 0,5.
Bəs yaxşı, etanda necə eləyəcək? Etanda da 1 molunda 2 dənə karbon var. 3 molunda eləyəcək 6. 6 da buradadır. 6 ilə 0.5-in cəmi neçə eləyir? 6,5. Yəni bu qədər cəmsi qarşıda karbon var imiş. Cavab E variantı. Sual 187-yə baxaq. 187-də nə deyir? Deyir ki, 2 metil butanda karbon-karbon rabitələrinin qırılması ilə maksimum neçə müxtəlif alkil radikalı əmələ gələr? Mən birinci nə edirəm? 2 metil butanın quruluşunu yazıram. 1, 2, 3, 4. Butan, burada bir dənə karbon yazsam, olacaq nə? 2 metil butan. İndi bunun əmələ gətirdiyi nə yazıram? Radikallar yazıram. Və bunları necə yazacağam? Burada olan karbon-karbon rabitələrini qırmaqla. Baxın, birinci bu rabitəni qırıram. Nə alınar burada? Alınar C, aşağı C, bir dənə burada C. Düzdür? Bax, onu qırmaqla. İndi deyək ki, mən onu qırmıram. Nəyi qırıram? Qırıram, bax, buranı. Buranı qıranda nə alınacaq? C, bir dənə burada C və bu. Düzdür? Bir də qıra bilərəm burada, bax, bunu. Bunu qırsam nə alınar? Bunu da qırsam, bax, bu şəkil alınar. Və bir də bu alınır. İndi burada eyni olanları çıxıram. Eyni olan nə var? Bax, bu var. Çünki burada ondan artıq var. Bəs yaxşı, yerdə qalan nə qədər radikal var? 1, 2, 3, 4, 5. Deməli, 5 müxtəlif alkil radikalı əmələ gələcək. Cavab nə olacaq? A variantı. Sual 188. Bu sualı necə həll edərəm? Baxın, burada fərq var. Nəyin fərqi? Karbon atomlarının oksigenləşmə dərəcələrinin cəmində. Burada A-adır, ancaq -6 qədər fərq var. Bu -6 nədir? Baxın, alkanlar sinif daxili nədirlər? Homoloqlara əmələ gətirirlər də özlərinə. Məsələn, CH4 ilə C2H6 homoloqdur da bunlar. İndi bu homoloqlar bir-birindən nə ilə fərqlənir? CH2 ilə. Düzdür? Bu -6 o deməkdir ki, birinci alkan digərindən, yəni X, Y-dən nə qədər fərqlənir? 3 dənə CH2 qədər. Niyə? Çünki 3-ü karbonun burada oksigenə dərəcəsinə, yəni -2-yə vuranda neçə eləyir? Eləyir -6. Yəni şərt ödənir. İndi bunun biri əgər CH4-dürsə, digəri bundan 3 dənə çox olan. Yəni nədir? C4H10-dur. Düzdür? Bunu tapdım. İndi burada X nədir? X olacaq CH4, Y olacaq nə? C4H10. İndi mənə nə deyir? Deyir ki, bunların emerlərinin fərqini hesabla. Yəni C4H10-dan CH4-ü çıxacam. 58 çıxılmış 16 bərabər neçə? 42. Deməli, cavab nə imiş? 42 imiş. A variantı. Sual 198. Bu sualı necə həll edərəm? Baxın, molekulda sigma rabitələrin sayı alkan üçün A verilib. Sigma rabitələrin sayı necə tapılır alkanlarda? 3n üstəgəl 1 ilə. Düzdür? Yəni bu bərabərdir nəyə? A-ya. Deyir ki, molekulda hidrogen atomlarının sayı açıq 4-dür. Yəni 2n üstəgəl 2 bərabərdir nəyə? Açıq 4. İndi mən bu açıq 4-dəki 4-ü bura ata bilərəm də, düzdür? Nə olar onda? 2n plus 6 bərabərdir A-ya. İndi mən bu A-nı, bax bunu, buna bərabər edəcəm. 2n üstəgəl 6 bərabərdir 3n plus 1. Düzdür? İndi bunu atıram bura, bu 1-i də atıram bura. N bərabərdir neçə? 5. Deməli, n nəymiş? N 5 imiş. Formul C5H12 olacaq. Bu digərlərində artıq buna uyğun olaraq özünüz taparsınız. Əsas nə idi? Əsas birləşmənin belə deyim formulu idi ki, o da C5H12-dir. Sual 202. Baxın, bu sual necə həll edərəm? Alkanlarda ümumi kütlə necə idi? 14n plus 2. Düzdürmü? Bəs yaxşı, karbon kütləsi nə qədərdir? 12n. Bu da mənə deyir ki, karbon kütlə payı 80%-dir. Yəni 80 bərabərdir 12n vurulsun 100 bölünmüş nəyə? 14n plus 2-yə. İndi mən bunları çarpaz bir-birinin belə deyim, məxrəcinə vururam. Nə edir? 80 vurulsun 14n üstəgəl 2 bərabərdir 12 vurulsun, yəni 12 vurulsun 100. Buradan nə çıxır? 1120n üstəgəl 160 bərabərdir 1200n. Düzdür? Daha sonra 160 bərabərdir nəyə? 80 n-ə. N bərabərdir 2.
Aha, bunu tapdım. Deməli, birləşmənin formulu necə imiş? C2H6 imiş. İndi bu mənə nə deyir? Deyir, alkanın 0,2 molun kütləsini hesablayın. Alkanın 1 molun kütləsi, yəni C2H6-nın 1 molu neçə qramdır? 30 qramdır. Bəs 0,2 mol nə qədər olacaq? 30-dan 5 dəfə az. Məsələn, buraya yazıram x. X bərabərdir neçə? 6. Cavab nə imiş? Cavab elə 6 imiş. Sual 208. Bu sual necə həll edərik? Baxaq. Tetraxlor metandan söhbət gedir. Deməli, mən birinci reaksiyanı yazmalıyam. CH4 üstəgəl 4 dənə xlor 2. Nə alınır buradan? C xlor 4 üstəgəl 4 dənə H xlor. Bunu yazdım. Sonra deyir ki, 15,4 qram tetraxlor metan almaq üçün neçə qram xlorun metanla reaksiyaya daxil olduğunu hesablayın. Baxın, tetraxlor metanın kütləsi nə qədərdir? 154. Düzdür? Bu 154'ü almaq üçün nə qədər xlor reaksiyaya girir? 4 vurulsun 71 qədər. Düzdür? 4 vurulsun 71 də eləyir 284 qram. Düzdürmü? İndi 15,4'ə nə qədər xlor girməlidir? Məsələn, x qədər. Buradan x neçə eləyir? X bərabərdir 284'ün 10 dəfə az. Yəni 28,4'ü. Bu da mənə deyir ki, praktiki çıxım 80%-dir. Yəni 80%-ə 28,4 istifadə olunur. Baxın, 80%-ə 28,4 qram istifadə olunur. Bəs yaxşı, 100% nə qədərdir? Yəni bu nə qədər götürülmüşmüş ki, 80%-i 28,4-dür. Bu da eləsin y. Y bərabərdir neçə? 35,5 qram. Yəni başlanğıcda 35,5 götürülüb, onun 80%, 28,4'ü istifadə olunub. Belə. Sual 217. Bu sual necə həll edərik? Baxın, deyir, 1 molun tam yanmasından əmələ gələn suyun kütləsi. Alkandan söhbət gedir əlbəttə ki. Burada alkanların yanmasında nə qədər su alınırdı? N plus 1 qədər su alınırdı. Yəni N plus 1 vurulsun 18 qram qədər. Düzdür? Bu nə deməkdir? 18 N plus 18 deməkdir. Bu da deyir ki, 72 qram alınıb. Yəni 18 N plus 18 bərabərdir 72. Burada 18 N bərabərdir neçə eləyir? 54. Deməli, N neçə imiş? N bərabərdir 3. Alkan nə imiş? C3H8 imiş. Bunu tapdım. İndi bu mənə nə deyir? Deyir, alkanın içilməli kütləsini hesablayın. C3H8-in də kütləsi 44 qramdır. Cavab nə olacaq? Cavab olacaq 44. Sual 223. Sualda nə deyir? Alkanın yanma reaksiyası verilib və alınan karbon qazı ilə su verilib. Mən deməli, nə etməliyəm? İlk növbədə yanma reaksiyasını yazmalıyam. Düzdürmü? Aha. İndi mənə deyir ki, bundan A plus 60 qədər alınıb. Sudan isə A qədər. Düzdür? İndi mən nə edirəm? Mən burada bunların üzərinə əsl kütlələr yazıram. Yəni bunun normal kütləsi nə qədərdir? 44 N. Bunun kütləsi nə qədərdir? 18 N plus 18 qədər. Düzdürmü? İndi nə edirik burada? A-ları bir-birinə bərabərləşdiririk. Yəni 44 N bərabərdir A plus 60'dır. Düzdür? Mən bu 60'ı buraxsam, eləcək nə? A. Yəni ki, bu olur A bərabərdir 44 N çıx 60. Düzdürmü? Burada A neçədir bəs? Burada da A bərabərdir, yəni suda olan 18 N plus 18. Mən bu A ilə bu A-nı nə edirəm? Bir-birinə bərabərləşdirirəm. Yəni ki, 44 N çıx 60 bərabərdir nəyə? 18 N plus 18-ə. Buradan N nə çıxır? Buradan 26 N bərabərdir 78. N bərabərdir neçə? 3. Deməli, N 3 imiş. Yəni, C3H8. Birləşmənin formulu budur. İndi mənə nə soruşur? Deyir ki, molekuldakı atomların sayını hesablayın. Molekulda neçə atom var? 3 və 8. Cəm nə qədər eləyir? 11. Deməli, 223 cavabı nə imiş? 11. Sual 225. Sualda nə deyir? Proton sayını verib və neytron sayını verib. Onlar arasındakı fərqi verib. Fərq nə qədərdir? Fərq burada göründüyü kimi 12 qədərdir. İndi baxaq. Alkanlarda proton sayı tapılırdı. 8N plus 2. Düzdür? Bunu verib mənə A kimi. Deyir, neytron da sayı açıq 12'dir. Neytron sayı necə idi bəs? 6N.
Düzdürmü? Bunu da mənə verib A çıxılmış 12 kimi. Mən bunu bir yaza bilərəm da. A bərabərdir 6n üstəgəl 12. Düzdürmü? İndi nə edirəm? Bunları bərabərləşdirirəm. Yəni burada olan A-nı bu A-ya bərabər edirəm. Yazıram 8n üstəgəl 2 bərabərdir 6n plus 12-yə. Düzdür? Daha sonra nə edirəm? Buradan n tapıram. Burada n bərabərdir 5. Deməli, C5H12 imiş. Birləşmənin formulunu tapdım. Bu məndən nəyi soruşur? Deyir, sigma rabitələrinin ümumi sayını tapın. Sigma rabitələrinin də sayı 3n plus 1 ilə hesablanır. 3n plus 1 düsturu ilə. O da bərabərdir 3 dəfə 5, 15, üstəgəl 1, 16. Deməli, sigma rabitə sayı neçəymiş? 16 imiş. Cavab nə oldu? 16. Sual 230. Sualda nə deyir? Tərkibində eyni mol sayda metan və propan olan qaz qarışığının tam yanmasından 18 mol karbon qazı alınmışsa, neçə mol su əmələ gələr? Burada yanma reaksiyasından söhbət gedirsə, ilk olaraq metan və propanı ayrı-ayrılıqda yandırmalıyam. Yazaq. Baxın, bu deyir ki, şərtdə hər biri eyni mol saydadır. Məsələn, bu da 1 moldur, bu da 1 moldur. Nə qədər CO2 əmələ gəldi? Baxın, 3, 1. 4 mol CO2. Bəs yaxşı, nə qədər su əmələ gəldi? 6 mol. Düzdür? 6 mol H2O əmələ gəldi. İndi burada nə deyir? Deyir ki, karbon qazı 18 mol əmələ gəlib. Yəni, 4 mol əmələ gələn 18 mol əmələ gəlibsə, bu da məndən suyu soruşur. 6 mol əmələ gələn nə qədər əmələ gələr? 6 vur 18 böl 4. Neçə eləyir? O da eləyir 27. Deməli, əgər 18 mol karbon qazı əmələ gəlibsə, 27 mol nə əmələ gəlməlidir? Su əmələ gəlməlidir. 230 cavab nə olacaq? 27. Sual 232. Sualda nə deyir? Bərabər kütlədə götürülmüş metan və oksigen qazlar var və qaz qarışığı 3 moldur. Metan neçə qramdır? Yazaq birinci CH4 və O2. O2 32 qramdır, metan neçə qramdır? 16 qram. Düzdür? Əgər bunlar bərabər kütlədə götürülübsə, mən həmişə böyüyə baxıram. Böyük neçədir? 32-dir. Deməli, bu 32 imiş, bu neçə imiş? Bu da 32 imiş. Bu düşür 2 mol, bu da düşür 1 mol. Cavab uyğundur. Bu da deyir 3 mol qarışıq var. Deməli, düzdür. Elə 3 moldur. Qarışığın tam yanmasından neçə mol su alınır? Yadda saxlamaq lazımdır ki, oksigen yanmayandır, yanmaya kömək edəndir. Yəni, oksigeni hidrogenlə reaksiya salıb onu yanmış kimi götürmək olmaz. Burada nə edəcəyik indi? Metanı yandırırıq. CH4 üstəgəl 2 dənə O2. 1 mola 2 mol nə düşür? Oksigen düşür ki, nəticədə CO2 üstəgəl 2 dənə H2O alınsın. 32 qram oksigen neçə moldur? 1 mol. Bu 2-yə 1 mol girirsə, 1 mol nə qədər girəcək? 0,5. Düzdür? Deməli, 0,5 mol metan reaksiya daxil olacaq. Bəs yaxşı, nə qədər su alınacaq? 1 mola 1 mola. Baxın, 2 mol su alınır. Bəs 0,5-ə nə qədər olar? Əlbəttə ki, 1 mol. Cavab nə olacaq? 232-də cavab olacaq 1. Sual 234. Sualda nə deyir? Molekulda hibrid orbital sayı A-dır. Alkanlarda hibrid orbital sayı necə idi? 4n. Yəni 4n bərabərdir A. Qeyri-hibrid orbital sayını isə açıq 8 verib. Qeyri-hibrid orbitallar hansılar idi? Hidrogenlər. Yəni 2n plus 2 bərabərdir nə? A çıxılmış 8. İndi mən nə edirəm? Mən bu açıq 8-də olan 8-i atıram bu tərəfə. Yəni 2n üstə gəlinsin 10 bərabərdir A. Daha sonra bu A ilə bu A-nı bərabər edirəm. 4n bərabərdir 2n plus 10. 2n bərabərdir 10. N bərabərdir neçə? 5. Düzdür? N 5 imiş. Burada deyir ki, molekulda qeyri-polyar rabitələrin sayını tap. Qeyri-polyar rabitələr hansılardır? Karbon-karbon arası olan rabitələr. Bunu necə tapırdıq? N çıx 1 ilə. Düzdür? 5-dən 1 çıxınca qalır? 4. Deməli, cavab nə imiş? Cavab elə 4 imiş. Sual 237. Bu sualı necə həll edərəm? Bunu asanlaşdırmağın ən yaxşı yolu A-ya qiymət verməkdir. Niyə? Çünki mol sayı hər ikisində eynidir. A. Alınan karbon qazı 5A-dır, su da 4A. İndi mən nə edəcəm? A-ya 1 verəcəm, asan da olsun deyə. 1 yazıram bura, 1 yazıram bura. Deməli, CO2 neçə imiş? CO2 5 imiş. Bəs yaxşı, H2O neçə imiş? O da 4 imiş. Düzdür? Bunu tapdıq. İndi nə edirəm? Burada bilməliyəm ki, X karbohidrogeninin nə qədər karbonu və hidrogeni var imiş. Yəni, bu alkandır, sikloalkandır, alkin nədirsə, onu tapmalıyam. Nə edirəm? Yazıram reaksiyanı. 1 CO-dan
1 CO2 alınır. Düzdür? Baxın, burada 1 mol girib da, anı mən nə elədim? Anı mən 1 kimi götürmüşdüm. Deməli, 1 mol CO2 nəyin payına düşür? CO-nun payına düşür. Niyə? Çünki baxın, burada 5 dənədirmi? Bu 5-in biri düşür bunun payına. Yəni, bax, bunun payına. Bura düşür. Qalır nə qədər? 4 dənə. 4 dənə nə var imiş? CO2 var imiş. Nədə? X-in yanmasından alınan, belə deyim, məhsulda. İndi X-dən neçə dənə karbon var? X-də 4 dənə karbon var. Bəs yaxşı, nə qədər hidrogen var? Baxın, onsuz da CO yananda H2O əmələ gələ bilməz. CO-dan CO2 əmələ gəlir. Deməli, H2O nədən əmələ gəlib? X-in yanmağından əmələ gəlib. X-in yanmağından 4 mol H2O əmələ gəlib. Burada neçə dənə hidrogen var? 8 dənə. Deməli, nə qədər hidrogen var imiş? 8 dənə hidrogen var imiş. C4H8 imiş birləşmənin formulu. Deyir ki, alifatik X karbohidrogeninin, alifatik deyirsə bu nədir? Açıq zəncirlidir. Deməli, nə imiş bu? Alken imiş. Karbohidrogenin molekulundakı rabitələrin yaranmasında iştirak edən qeyri-hibrid orbital sayını hesablayın. Qeyri-hibrid orbital sayı da hidrogenlərin sayı üzərinə gəl, pi rabitə sayı vur 2. Yəni ki, 8 üstə gəl, alkenlərdə bir dənə pi rabitə olur da. 1 vurulsun 2. O da bərabərdir neçə? 10. Deməli, cavab nə imiş? Cavab 10 imiş. Sual 244. Sualı necə həll edərik? Deyir ki, molekulda karbon atomlarının sayı A-dır, hidrogen atomlarının sayı A plus 8. Yəni, bu X-də A ilə A plus 8-in arasında nə fərqi var? 8 fərqi var. Düzdür? Bax, həmən o 8, yəni bu 8 nədən irəli gəlir? Alkanlarda hidrogen sayı neçədir? 2N plus 2. Bəs yaxşı, karbon sayı neçədir? N. Bundan bunu çıxanda nə qalır? N plus 2. Bax, bu 8-in yaranmasına səbəb N plus 2-dir. Yəni, N plus 2 bərabərdir 8-dir. N neçədir? 6. Bu qədər sadə. Yəni, bunu uzatmağın həqiqətən heç bir mənası yoxdur. Y-də necə olacaq? N plus 2 bərabərdir 7. Deməli, N neçə imiş? N də 5 imiş. Z-də necə olacaq? N plus 2 bərabərdir 9. N neçə imiş? 7 imiş. Belə, bu qədər sadə. İndi digərlərində artıq 1, 2, 3 o uyğunlaşdırmanı da özünüz yazarsınız. Gəldik, çatdıq artıq videomuzun sonuna. İnşallah gələn videolarda görüşərik. Bir də belə bir şey deyim. Əgər kim bizimlə hazırlaşmaq istəyirsə, Masum Kimya Instagram səhifəsinə daxil olub və bizimlə oradan əlaqə saxlaya bilər. Hələlik, görüşənədək.